şəhid olur və İslam'a gələnlər çoxalırdı və onun içərisində də əlbəttə ki, İslam'a nifrət edənlər var idi, Sasanilər üçün, Farslar içərisində. Bir gün qərara gəlirlər ki, o vaxt Mədinəyə, hətta İslam'ı qəbul etsələr belə, onları buraxmırdı Mədinəyə. Çünki Mədinəni qoruyurdu, dövlətin paytaxtı, içərilərində münafiq ola bilər. Amma bəzilər girirdi, nəyə görə sahabələr xahiş edir ki, qılınc düzəldən var, Nəsranilərdən, Farsdan, gəlsin qılınc düzəlsin, bizə öyrətsin. İcazə vermişdi, onlar biz ki, Abu Lu'lu el-Məcusi. Gəlir qılınc düzəldir, amma qılıncı itiliyir. Bir gün Ömər Xəd yanından keçərkən deyir, eşitmişəm sən gözəl qılınc düzəlsin. Deyir, bəli, elə qılınc düzəldirəm ki, deyir, bir dəfəyə yırtaram. Deyir, bu qul deyir, mənə hədələdi deyir. Deyəsən, deyir, bu məni vuracaq, hiss eləyir, subhanallah. Amma neyini, əl vurmur. Çünki deyir, Peyğəmbər səhəm deyib ki, deyir, mən şəhid olacağam. Və deyir, Allahım, sən məni şəhid elə, Peyğəmbərin şəhərində şəhid olmalısın. Deyir, Ömər Xəd, sən Peyğəmbər necə şəhid olacaqsan? Deyir ki, Allah təala istədisə, deyir, Allah təala istədiyi quluna şəhidliyi deyir, ayağının dibinə gətirərdi. İstədiyi kimi, subhanallah. Onun ki, əsir düşmüş İraq, Fars, yəni digərləri, Bizansları nə inərdi və ya Misrin nəsranilərindən xilafətə buraxmazdı. Nə inərdi? Onlar kənarda saxlayardı. Amma belə yolla girirdilər və namazda neyini o qədər kim bəsləyirlər. Çünki nəyə görə? İmperiyalarını dağıdıb, İslam'a gətirib. Bugünkü zamanımızda Əbu Lu'lu Məcusilər yoxdur, var. O qılıncı ilə şəhid elədi, namazdayken vurdu. İndi də dili ilə onu vururlar. Dilin. Nəyə görə? Yəni deməyirsiniz ki, biz Məcusi qalardı, İslam'a girməyərdi. Yəni Məcus ölmək istəyir. Pis edib İslam'ı gətirib hər yerə. Bütün dünya İslam'ı gətirib. Ona görə dünyada Ömər bin Xattabın fəzilətini mümkün deyil. Bütün dünya yığılsa Allah Rəsulunun sevdiyini öldürməz. Müsəlmanların 90%-dən çoxu, hətta Əhl-i Şiə qardaşlarının çoxu sevirlər Ömər Xattab. Deyir, kişiliyi göstərib. Mən necə ona dil uzadım? Bir qisim vardır ki, o, nə bilim, Allah islah eləsin. Yəni gör kimə dil uzatlar? Əslində Əhl-i Beytə dil uzatır. Çünki nəyə görə? Kimdən evlənib? Əli ibn Əbi Talibin qızı ilə. Kimdən evlənib? Fatimə anamızın qızı ilə. Yəni Fatimə anamızın olan qızı ilə. Subhanallah. Ən mötəbər kitablarda dedi. Neyini vurur? Xəncərlə evinə gətirirlər, namazda vurur. O qədər kinli idi ki, 13 nəfər də vurur sahabələr tutmaq istəyəndə. Onlardan 7'si də şəhid olur. İlk sözü belə oldu ki, müsəlman vurdu, yox, deyir, Allah'a şükür. Deyir, müsəlman vurursa bəlkə kimisə haqqına girmişəm, ona görə Allah hesab verəcəm, subhanallah. Və deyir, qanından neyniyir? Bağlayırlar, amma neyniyir? Qan gəlir. Süd içir, süd tökülür. Və sonra şəhid olur və yaralı olanda deyir ki, onlar deyir, subhanallah hikmətinə baxın. Ayşə anamız o yeri özü üçün saxlamışdı. Yəni Peyğəmbər sallallahu yanında Əbubəkir Siddiq deyir ki, onlar deyir, mən orada dəfn olunub. Deyir, Ömər bin Xattaba deyir, o yeri verməyə bilərəmmi? Deyir, elə bir insana, subhanallah. Deyir, əlbəttə halallıq verdim. Ona görə də sevsəniz də sevməsəniz önünüzdən keçməlisiniz. Peyğəmbər sallallahu əleyhi və səlləm Əbubəkir yanında kimdir? Ömər bin Xattab. Əgər pis insan olsaydı, Allah Teala Resulullahın yanında yatmağı qismət eləyərdi. Allah Resulunu qoruyub dünyada da. Hətta öləndən sonra da Resulunu qoruyub. Resulun nə qədər qəbrinə girmək istəyən nə olub? Gəlib çata bilməyiblər. Onu danışarıq o məşhur sərkərələrdən necə onun ətrafını qurşun